Eşqisiz mümkün deyə hansı bir yerəcən gəlib çıxa bilərsən. Cənnətə düşə bilərsən, cəhənnəmdən xilas ola bilərsən. Bu özü də bir uğurdur əslində. Əli əleyhissalam nə deyir? Rağiblərin, rahiblərin ibadətindən danışır ki, tacirlərin ibadətinə bənzəyir cənnət üçün ibadət eləyənlər. Rahiblər cəhənnəm qorxusundan cəhənnəmə düşməyim deyə ibadət eləyirlər. Amma ibadət nədir əslində? Əhrarlərin. Özü də demir aşiqlərin. Aşiqə əhrar deyir. Hürriyyət sözünün əhrar, hür. Azadələrin ibadəti. Azadələr niyə? Azadələrdən məqsəd nədir? Niyə aşiq azadədir? Səbəb nədir? İnsan doğulandan bəri azad olmaq istəyir, sərbəst. Hələ doğulmağının səbəbi də azad olmaqdır ya. Fitrətdən doğulmağa azad olmaq. Bəli, fitrətində var. Azad oldu. Düşür bu dünyaya. Bəzi adamlar, dünyapərəstlər azad olmağı bilsən nə də görürlər, nəfslərini açıb buraxırlar, nə ürək istəyir eləyir. Ürəyi nə istəyir onu eləyir, bu azaddır. Amma əslində nəfsin quludur, azaddır. Nəfs onu nə eləyir? Bağlayır əlini. Yalandan adını qoyur azadlıq, amma nəfsin dustağına çevirir. Həqiqət yolunun yolcusu isə azadlığı nəfsin açıb buraxmaqda görmür. Özünü nəfsani istəklərdən azad eləməkdə görür. Əsl azadlıq budur. Ona görə əhrarilər olsa, əgər özünü nəfsani bağlantılardan qıra bilsin, bəli, onda olursan azad və azad olan kimi bu səni aparır hara? Ona doğru. Böyük hərflə o. Ona doğru aparır. Burada belə bir məsələ var ki, bu məsələlər var ha, o bağlantıları qırmaq. Bağlantıları qırırsan, heç yer ilişib qalmayasan, hələ bir ağacı budayırsan, ağac yuxarı doğru qalxır. O budamaq budur, o bağlantılardan qırılmaq ki, bu səni saxlamasın, o səni tutub saxlamasın. İlahi yoldur, təbii ki. İlahi yoldur. Yoxsa çıx evə bir dənə benzin tök, evi yandır yenə ki, yox, ondan getmir söhbət. İlahi yolda uzalmaq, heç nə səni saxlamasın. Əsas budur.